9, 10 və 11-ci siniflərdə təhsil alan, riyazi biliklərinə güvənən şagirdlər üçün ABB riyaziyyat yarışmasına start verilib. ABB-nin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi yarışda iştirak üçün yanvarın 10-na dək qeydiyyatdan keçmək mümkündür. ABB riyaziyyat yarışmasına qeydiyyat başlayıb. 3 mərhələdən ibarət yarışda şagirdlər birinci mərhələdə onlayn imtahan verib 10 sualı cavablandıracaqlar. İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil olunacaq. İkinci mərhələdə ən yüksək bal toplayanlar müsahibə mərhələsində iştirak edəcək. Bu mərhələni uğurla başa vurmuş 30 nəfər Bakıda 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak etmə imkanı qazanacaq. Birinci yerin qalibinə 3000, ikinci yerin sahibinə 2000, üçüncü yerin sahibinə 1000 manat mükafat veriləcək. ABB TEK Akademiyası və ABB İnnovasiya Mərkəzi artıq bir neçə ildir ölkədə talantların cəlbinə dəstək olmaqdadır. Bu dəfə biz Elm və Təhsil Nazirliyi ilə birgə qərara gəldik ki, talant cəlbinə artıq daha erkən yaşlardan başlayaq və bu məqsədlə də beynəlxalq ekspertləri cəlb edərək biz riyaziyyat yarışmasına start veririk. Regionlardan təlimlərə gələn iştirakçıların bütün xərcləri qarşılanacaq.